12-dən başlayır, səhər saat 6-7-yə qədər. Gecədə biabırçılıq dağılır. Obyektimi tərk. Ya bu rahatlığı hardan tapırsınız siz? Bax, mən evdə ailə uşaq böyüdürəm. Bax, onu buraxın. Nəsimi rayonu Cavadxan 44 ünvanındakı gecə klubundan vətəndaşlar şikayətçidir və bildirirlər ki, səhərə qədər buradan gələn səsdən yata bilmirik. Eyni zamanda ümumiyyətlə burada baş verənlər yuxumuzu pozub. Təxminən 2 aya yaxındır ki, burada bu gecə klubu açılıb. 12-dən başlayır, səhər saat 6-7-yə qədər. Bu davam edir, səs-küy. Neçə dəfə biz bu icarədarlara demişik, yenə bizə bu sakinlərə məhəl qoymuyorlar. Və əlavə buraya gələn içkili insanlardır, çıxırlar həyətdə dava salırlar, həyətə qaytarırlar. Artıq əksik gecə söhbətlərdir. Yəni gecə yat sürən qadınlardır. Yəni daimi burada müşahidə olunur. Təəssüf ki, obyektlə binanın yaxınlığı ərazisi çox qısa olduğundan oradan yaranan səslər evə, evin daxilinə birbaşa təsir edir və üzr istəyirəm, gecə vaxtı yatdığın yerdə hətta yuxudan oyadacaq dərəcə arada çox səslər olur. 30 aprel gecə 4-ün yarısı. Gecə klubu fəaliyyətini davam etdirir. Gecədə biabırçılıq dağılır. Yəni, bildiyim hər cür adam gəlir, girir, məhliyə, girir, çıxır. Biabırçılıq. Normal işləsələr işləsinlər, amma belə bildiyim pozunxanadır. İçəridən çıxan içkili qadın, qız, pis danışır, qışqıran, anqıran, nə bilim, hər cür 2-dən 3-dən sonra 4-də olası gedirsən. Bax, mən evdə ailə uşaq böyüdürəm. Bax, onu buraxın. Qonşular buradan şikayətçidirlər və bildirirlər ki, saat 12-dən sonra olsa da səhərə qədər burada musiqi səsləri necə ki indi səslənir. Saata baxaq, artıq 1:17 dəqiqə. Və qonşular deyir ki, səhərə qədər bu musiqi səslənəcək. Hansı ki biz gəldik, səs azaltdınız. Bilirsiniz də 12-dən sonra səs vermək olmaz. Yaşayış ərazisi, çox mərtəbəli binalar. Burada qeyri-yaşayış sahəsidir, bu bir. Amma ətraf yaşayış sahəsidir. Mən birinci burada diskoteka deyil, bar deyil. Vətəndaşın şikayəti bu obyektin nə olmasından deyil, vətəndaşın şikayəti bunun səsindəndir. Əzizim, vətəndaş bir çox dövlət orqanlarına şikayət edib və bu üçün də baxılır. Yaşayış sahəsində fəaliyyət göstərmirəm, mən qeyri-yaşayış sahəsində fəaliyyət göstərirəm. Birinci sizi gəlməkdə ixtiyarınız nədir? Şikayət var. Şikayət var, gedin başqalarını dindirin də. Şikayət buradandır da. Buradandır, mən də sizə deyirəm də əzizim. Məndən şikayət ola bilməz. Sizdən yox, obyektdəndir. Obyektim, mən obyekt sahibi deyiləm, əzizim, mən icarə edərəm. Mən icarə müqaviləm var. Kim işlədir bura, siz? Mən işlədirəm. Ona görə belə də şikayət obyektdən və sizdəndir. Əzizim, məndən çox adam şikayət edə bilər. Xahiş edirəm obyekti tərk edin. Vətəndaşı narahat etmək ixtiyarını sizə kim verir? Şikayət edirəm. Sizdən də xahiş edirəm ki, xahiş edirəm tərk edəsiniz. Ya bu rahatlığı hardan tapırsınız siz? Xahiş edirəm əlsiz, ya toxunmayın mənə. Obyektimi tərk edin. Bura mənim istirahət məkanımdır. Xahiş edirəm tərk edin. Vətəndaşlar da istirahət etmək istəyir. Vətəndaş istirahət etmək istəyir, evində istirahət edəsin. İmkan vermirsiniz axı. Onu sizə kim deyir imkan vermirəm? Səsdən yata bilmir adam. Tərk el obyektimi. Nəsim rayonunda qeyd olunan ünvanda vətəndaşları narahat edən məişət səs-küyü ilə bağlı neqativ halın aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. İyaşə obyektinin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbih tədbiri tətbiq edilib. Eyni əməlin təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirlərinin görüləcəyi də diqqətə çatdırılıb.